Değerli izləyicilər, Saatlıdan dərhal sonra Sabirabada keçdik. Vətən bizim evimizdir marafonu davam edir. Çox təəssüf ki, insanlar bu layihəyə laqeyd yanaşırlar və bu məni çox üzür. Amma ruhdan düşmədən yoluma davam edirəm. Mən əminəm, vaxt gələcək hər kəs mənim kimi düşünəcək ki, evimizi necə təmiz saxlayırıqsa, təbiətimizi, torpağımızı, küçəmizi də elə təmiz saxlamalıyıq. Çünki vətəni sevmək təmiz saxlamaqdan başlayır. Əziz insanlar, xahiş edirəm, yerə zibil atmayın. Vətən torpağını evinizin içi kimi qoruyun. Unutmayın, təmizlik zibil yığmaqla deyil, yerə atmamaqla başlayır. Odur ki, Sabirabad sakinlərinə deyirəm, vətən bizim evimizdir, evimizi təmiz saxlayaq. İzləyən hər kəsə təşəkkür.